Bugün 12 dekabr, Azərbaycan tarixinin ən önəmli günlərindən biri, xalqımızın ümummilli lideri, müasir dövlətimizin memarı, adı qürurla çəkilən bir insanın, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edirik. Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Abidə önünə rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri gül dəstələri düzərək daha sonra geniş tədbir keçirilmişdir. Tədbirdə Masallı rayon icra hakimiyyətinin başçısı cənab Araz Əhmədov, Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Əvvəlcə, Azərbaycanın müstəqilliyi, bütövlüyü və azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Bu sükut, həm də Heydər Əliyevin yaratdığı dövlətçilik ideallarına sədaqətin simvolu idi. Bugünkü anım tədbiri yalnız bir xatırlama deyil. Bugün həm də böyük şəxsiyyət Heydər Əliyevin qəlbimizdə yaşayan irsinin, dövlətimizin inkişaf yoluna çevrilmiş ideyalarının dərin ehtiramla anılması günüdür. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində bir nəfərdən ibarət bir epoxadır. Onun adı təkcə siyasi lider kimi deyil, həm də dövlətin yenidən qurucusu, xalqı zamanın ən çətin sınaqlarından çıxarmağı bacarmış müdrik rəhbər kimi yaşayır. 20-ci əsrin sonlarında Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən, ölkənin gələcək inkişafının bünövrəsini qoyan məhz Heydər Əliyev olmuşdur. Tədbirdə çıxış edən Masallı rayon icra hakimiyyətinin başçısı cənab Araz Əhmədov, Ulu Öndərin Azərbaycan üçün tarixi xidmətlərini xüsusi vurğuladı. O qeyd etdi ki, bugün ölkəmizdə həyata keçirilən bütün uğurlu layihələr, ölkə həyatının hər bir sahəsində görünən inkişaf Heydər Əliyev siyasətinin bəhrəsidir. Məhz bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirilir. Yeni Azərbaycan Partiyasının Masallı təşkilatının sədri Seyfəddin Əliyev isə öz çıxışında bildirdi ki, Heydər Əliyevin həyat yolu, onun siyasi irsi həm Azərbaycançılıq ideyasının, həm də dövlətçilik ənənələrinin daşıyıcısıdır. Bu irs, gənc nəslin dövlətə, torpağa, bayrağa bağlı ruhda yetişdirilməsi üçün misilsiz bir məktəbdir. Tədbirdən sonra Ulu Öndərin ruhuna dualar oxunmuş, Masallı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə İmam Hüseyin məscidində ehsan süfrəsi təşkil olunmuşdur. Ehsan mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmiş və Heydər Əliyevin ruhuna hörmət və ehtiramlarını bildirmişlər. Bu birlik və iştirakçılıq Heydər Əliyevin xalqı bir amal ətrafında birləşdirən siyasətinin günümüzdə də yaşadığının bariz nümunəsidir.